Hər vaxtınız xeyir, bugün Google-dan gələn və yaradıcılığa baxışımızı bəlkə də kökündən dəyişə biləcək çox maraqlı bir yenilikdən danışacağıq, Mixboard-dan. Gəlin birlikdə baxaq görək bu təcrübə alət əslində nədir və bizim ideyalarımızı necə tamamilə fərqli bir səviyyəyə daşıya bilər. Yəqin bu sual hamımıza tanışdır, elə deyilmi? Hərdən ağlımıza parlaq bir qığılcım gəlir, amma o qığılcımı alova, hətta böyük bir tonqala çevirmək, bax bu tamam başqa bir məsələdir. Bu demək olar ki, hamımızın üzləşdiyi bir çətinlikdir. Amma görünür, bu çətinliyin həllinə artıq bir addımda yaxınıq. Və bu alət bilin ki, elə-belə bir yerdən çıxmayıb. Onun arxasında innovasiyaların beşiği sayılan Google Labs dayanır. Təkcə bu adın özü belə bu layihənin arxasında nə qədər ciddi bir texnoloji gücün və düşüncənin dayandığını göstərir. Yaxşı, gəldik əsas məsələyə. Bu Mixboard dediyimiz nədir axı? Gəlin indi bu alətin kimliyini anlamağa çalışaq. Yəni o, dəqiq olaraq nədir və bəlkə də daha vacibi nə deyil. Deməli, qısacası, Mixboard sizin ideyalarınızı götürüb, onları kəşf etmək, dərinləşdirmək və son formasına salmaq üçün bir mühit yaradır. Amma burada diqqət etməli olduğumuz bir söz var, eksperimental. Bax, bu çox vacibdir. Yəni, bu hələ tam hazır, qablaşdırılmış bir məhsul deyil. Bu, hələ də inkişafda olan bir alətdir və biz onunla birlikdə onun bütün potensialını kəşf edəcəyik. Mixboard'un bütün iş prinsipini ürəyində çox sadə, amma məncə bir o qədər də güclü bir fəlsəfə dayanır. Bu fəlsəfə ideyanın yaranmasından son halına qədər olan yolu 3 aydın mərhələyə bölür. Məqsəd isə yaradıcılıq prosesini daha nizamlı, daha idarə olunan etməkdir. Hər şey təbii ki, araşdırmaqdan başlayır. Bu o mərhələdir ki, siz beyninizdəki ideya toxumlarını səpirsiniz, fərqli-fərqli istiqamətləri yoxluyursunuz, bir sözlə ilhamın sərhədlərini sonuna qədər zorluyursunuz. Burada heç bir qayda yoxdur. Yalnız tamamilə azad düşüncə var. Sonra isə ikinci mərhələ gəlir. Genişləndirmək. Artıq əlinizdə olan o ilkin fikirlərin üstünə yeni qatlar əlavə edirsiniz. Əlaqəli konsepsiyalar axtarırsınız və ideyanızın həm miqyasını, həm də dərinliyini artırırsınız. Təsəvvür edin ki, bu ideyanızın skeletinə ət və qan gətirmək kimidir. Və nəhayət, final mərhələ, təkmilləşdirmək. Bax, bu, əsl sənətkarlıq tələb edən hissədir. Sanki bir heykəltaraş kimi genişləndirdiyiniz o böyük ideya kütləsini götürüb, onu cilalayırsınız. Ən güclü elementləri saxlayıb, artıq olan hər şeyi kənara atırsınız. Nəticədə isə o mükəmməl son məhsul ortaya çıxır. Baxın, bu 3 addım bütün prosesin xülasəsidir. Araşdır, genişləndir və təkmilləşdir. Bu, sadəcə bir ardıcıllıq deyil. Bu, əslində Mixboard-un yaradıcılıq prosesinə təklif etdiyi bir yol xəritəsidir. Bir strukturun özüdür. Yaxşı, bütün bunlar çox gözəl səslənir. Amma gəlin praktik düşünək. Bu 3 mərhələli yanaşmanın, bu strukturun bizim gündəlik işimizə, yaradıcılığımıza real təsiri nə ola bilər? Niyə bu bizim üçün vacibdir? Belə bir alət bizə nə qazandıra bilər? Birincisi, yaradıcılıq prosesimizə bir nizam gətirir. İkincisi, hamımızın qorxduğu o yaradıcılıq blokadasına, yəni creative bloku aşmaq üçün bizə yeni bir yol göstərir. Üçüncüsü, fikirlərimizi sadəcə üzərindən keçmək əvəzinə onları daha dərin səviyyədə inkişaf etdirməyə imkan yaradır. Bütün bunların yekun nəticəsi nədir? Təbii ki, ideyadan hazır məhsula qədər olan yolu daha sürətli getmək. Və bütün bunlar bizi çox maraqlı, hətta biraz da fəlsəfi bir suala gətirib çıxarır. Görəsən, süni intellekt gələcəkdə sadəcə bizim üçün iş görən bir alət olmaqdan çıxıb, yaradıcılıq prosesində bizim əsl tərəfdaşımıza, partnyorumuza çevrilə bilərmi? Bu sualın cavabı bəlkə də sabahki dünyada yaradıcılığın necə olacağını tamamilə müəyyən edəcək. Bu barədə həqiqətən də düşünməyə dəyər.